Hər vaxtınız xeyirli, uğurlu olsun. Xanımlar, necəsiz? İnşallah hər biriniz yaxşısınız. Yeni gündən, yeni videodan xoş gördüm hər birinizi. Həmişə olduğu kimi bu vlogda gecikmiş vlogdur. Bir neçə gün öncə çəkdiyim çəkilişlərdir. Hələ indi imkan olub montaj etməyə, yəni videonu paylaşmağa. Çünki bilirsiniz, mən videoları hər gün çəkirəm, lakin yəni öncədən çəkilmiş videoları paylaşıram. Və belə sıra o pisi videolara çatanda artıq bir neçə gün keçmiş olur üstündən. Bəzən soruşanlar olur ki, xanımlar soruşur ki, bəs niyə hər gün vlog paylaşmırsınız? Baxın xanımlar, bu vlog çəkməyini hər gün çəkirəm, lakin onun montajı bir müddət çəkir. Çünki yəni vlog çəkən xanımlar bilir necə bir çətin prosesdir. Vlogu çəkmək asandır. Amma ki onun montajı biraz vaxt aparır, onu üstündə işləmək bir xeyli vaxt aparır və ona görə də belə gecikmələr baş verir. Və onunla belə çalışıram ki 2 gündən, 3 gündən bir də olsa videoları paylaşım ki sizləri intizarda qoymayım. Bu vlogda sıradan bir günün vlogudur. Çəkilişə gün ortadan sonra başladım. Bütün işlərimi artıq etmişdim. Və neçə gündə ertələdiyim ütü işi var idi. Dedim onu da edim çıxsın əldən. Çünki bilirsiniz qızlar, dəfələrlə demişəm, mən ütü işini heç qətiyyən sevmirəm. Və demək olar ki paltarların çoxunu ütüləmirəm. Ən vacib olanları, yəni belə uşaqların geydiyi futbolka falan, dəsmal, çay dəsmalları falan və pastelləri də demək olar ki heç ütüləmirəm. Səliqəli şəkildə ipdən yığanda qatlayıb qoyuram, heç ütüyə ehtiyac olmur. Bir sözlə sevmədiyim iş olsa da vacibi olanları ütüləyirəm. Əsas da ütü işi edəndə bir film qoşuram ki bu ütü işi mənim gözümdə böyüməsin, böyük görsənməsin və film izləyə ütüləyəndə bir də baxıram ki artıq bitirmişəm. Və dediyim kimi bugün çəkilişə gün ortadan sonra başladım. O da dedim ki gün boşa getməsin deyə bir şeylər çəkim. Həm də fikirləşdim ki demək olar ki vloglarımda bu ütüləmə, yerləşdirmə işi heç demək olar ki az çəkmişəm. Biraz da belə fərqlilik olsun deyə ütü işini çəkim. Həm fərqlilik olsun, həm sizə motivasiya olsun. Bilirəm mən kimi ütü işini sevməyən çox xanımlar var. Bilirəm ki ən belə təmizkar, səliqəli xanımların da ən sevmədiyi iş olur. Mənə maraqlıdır, məni izləyən xanımların ən sevmədiyi iş hansıdır? Yorumlarda gözləyirəm. Yazın qızlar, hansı işi sevmirsiniz və hansı işi daha çox sevirsiniz, onu da yazın.
Ev işlərimi bitirdikdən sonra axşam yeməyimizi də hazır edib qoydum. Sonra belə kiçik Temu sifarişim gəlmişdi. Dedim onu sizinlə birlikdə açın. Temu'dan ilk dəfə idi ki, özüm tək sifariş edirdim. Həmişə bilirsiniz, yəni oğlum uşaqlardan kimsə sifariş verirdi evdə. Bu dəfə dedim özüm edim. Çünki hər dəfə nəsə mənə lazım olanda uşaqlardan xahiş edirəm. Gah vaxtları olmur, gah işdə olurlar. Nəsə ertəliyirlər. Ona görə dedim necəsə bunu özüm bacarmalıyam və ilk dəfə idi özüm etdim. Ona görə də çox az bir şey sifariş etdim ki, yəni əmin değildim gələr gəlməz deyə biraz tərəddüd edirdim. Ona görə istəmədim ki, yəni çox əgər birdən gəlib çatmaz deyə ziyana düşməyim. Uşaqlar mənim telefonumdan Temu'dan sifariş verdiyinə görə, yəni mənim akkauntumdan sifariş verildiyinə görə ilk sayılmırdı. Ona görə də yəni ilk sifarişdə bilirsiniz 30% indirim olur promo kodu ilə. Yəni onu istifadə edə bilmədim. Ancaq başqa bir aksiyadan istifadə etdim. Səhv eləmirəmsə 30% cashback aksiyası idi. O aksiyadan istifadə elədim. Deməli 30 manatlıq sifariş verdim və həmən 30 manatın yarısı qayıtdı Temu'nun balansına. Yəni ki, karta yoxdur, yəni kartıma yox, Temu'nun balansında qaldı və növbəti sifarişimdə mən həmən 15 manatı istifadə edə bildim. Yəni bütün bu aldıqlarımın hamısı olduğu qiymətdən yarı qiymətə düşdü də, belə deyək. Bir dənə belə selfie çubuğu aldım özümə. Bu həm mini ştativ sayılır, həm də ki selfie çubuğu. Yəni bunu əsas da yol üçün, harasa gedəndə özümlə götürmək üçün çantaya, belə xudmanidir, çantaya da yerləşir. Yəni o səbəbdən aldım. Həmən bu sifarişin dalınca da dediyim o Temu'nun balansına qayıdan cashbackdən də istifadə elədim. Üstünü düzəldib, yəni üstünə əlavə edib bir daha yenə 30 manatlıq sifariş vermişəm, o da yoldadır. O da yenə də kiçik əşyalar, aksesuarlardır. Yəni dediyim kimi böyük belə geyim falan sifariş verməmişəm. İndi deyəcəksiniz ki, əmin olmadığın halda niyə bəs ikinci dəfə sifariş vermirsən? Ona görə ki, qızlar orada o dediyim Temu'nun balansındakı pula fikirləşdim ki, birdən müvəqqəti olar. Yəni anlayışım bir o qədər yoxdur hələ ki Temu'da. Dedim müvəqqəti, yəni vaxtı itər. O balans oradan, ona görə heyfim gəlirdi, dedim etmədən istifadə edim. Bu beşli qolbaq sepini Temu'da şəklini görəndə çox bəyənmişdim. Çox ucuzdur, yəqin ki tez qaralar, amma qiyməti də elə bir çox baha değildi, dedim alım. Amma təəssüf ki heyf, biri qırıq gəldi, düzdür yazdım ora, hələ də cavab gəlməyib, çox da düzdür üstünə düşmədi. Ona görə də təkrar yazmadım satıcıya. Düzü çox xoşuma gəldi, çox bəyəndim bunları, görünüşü çox gözəl idi. Yəni bunları mən istifadə eləsəm tək təbii ki taxacam. Amma qaralana da oxşayırlar, kaş ki qaralmasalar. Amma qiyməti də ucuz olduğuna görə yəqin ki 100% qaralma ehtimalı var. Bu isə abadokdur, hörgü formasında. Bunu çox bəyənmişdim orada Temu'da görüb. Ancaq şəkildə orada biraz mənə gözümdə biraz böyük, qalın kimi görsəndi. Amma da biraz nazik imiş, göründüyündən nazik imiş. Amma belə çox xoşuma gəldi. Saçda, başda duruşu da yaxşı idi. Qəşəng görsənirdi. Taxdım, yine öz saçımın rənginə də uyğun gəldi. Çox bəyəndim bunu. Hətta düşünürəm bunun bir başqa formasını da görmüşəm. Artıq atmışam səbətə orada. Onu da sifariş verim. Gözləyirdim ki bu gəlsin, görüm bəyənərəmsə onu da verəcəm sifariş. Çox xoşum gəldi. Bəyəndim həqiqətən. Korktum ki onu da sipariş vereceğim. O biraz daha qalındı bundan. Ve hörgü biraz bir başka cür formadadır.
Bu isə qolbaqdır. Belə orada da görünüşü yeni xoşuma gəlmişdi. Həm qiyməti də ucuz idi. Mən də bilirsiniz, bijuteri xoşlayıram. Ona görə də belə hər görəndə niyəsə həvəslənirəm almağa. Bu isə çox maraqla, həvəslə gözlədiyim bir əşya idi. Çünki mənə çox maraqlı idi bunun istifadə qaydası. Düzü orada rəyləri bu alanlarında, yəni rəylərini oxumuşdum. Hamı çox bəyəndiyini, razı qaldığını yazmışdı. Ona görə də sifariş verdim ki, görüm necə bir şeydir. Bu qaş pinsetidir, işıqlı qaş pinsetidir. İnanın ki, istifadə elədim, çox bəyəndim mən bunu. Bilirsiniz, məndə də gözümdə zəiflik var. Ona görə də bunun işıqlı olması mənə çox işimə yaradı. Bəyəndim bir sözlə. Rahat, istifadəsi də çox rahatdır. Həm də qiyməti münasib idi. Düzü batareykası, nə deyirlər, o daşı bilmirəm nə vaxta qədər çəkər. Yəni dəyişmək mümkündür, mümkün deyil. Hələ yoxlamamışam. Amma belə indi nə qədər gedərsə, istifadə etmək mümkün olarsa edəcəm. Yəni kiməsə maraqlıdırsa, kimsə sifariş vermək istəyərsə, yazar rəy bölməsində, orada artikulunu və yaxud linkini atarım. Və bu isə sifarişimdə son məhsuldur. Kiçik, balaca belə cüzdandır. Əslində cüzdanlarım çoxdur. Sadəcə olaraq belə balaca bir cüzdan istəyirdim. Mini belə çantaya yerləşən, çünki böyük, çox yer tutur çantalar. Mən bilirsiniz, balaca çanta istifadə etməyi xoşlayıram. Orada o qədər şey yığıram ki, yer olmur. Ona görə belə dedim, heç olmaya cüzdan, balaca bir cüzdan olsun ki, balaca yer tutsun, az yer tutsun. Belə, bunu da çox bəyəndim. Belə içinə kartlar da yerləşdirmək olur. Rəngi də qırmızı olmağı, qırmızı cüzdanları çox xoşlayıram. İndi deyəcəksiniz, elə şeyə inanmayın. Amma nədənsə mənə qırmızı cüzdanlar uğurlu gəlir, bərəkətli gəlir. Ona görə də qırmızı seçdim. Və aldıqlarım bu qədər. Və dediyim kimi, gələcəyindən əmin olmadığım üçün çox az bir şey sifariş vermişdim. Və videomu burada sonlandırıram. Növbəti videoda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Hələlik.